Salam əziz şagirdlər. Biz bugün Turan Tədris Mərkəzində 11-ci siniflər üçün keçirilmiş sınav imtahanının izahlarına baxacağıq. 31-ci sual. Okeanda duzluğun artma səbəbi yağışlar olmaz, iceberglər olmaz, çaylar olmaz, iceberglər olmaz. Bunlar şirin su obyektləridir. Buxarlanma və isti cəryanları götürə bilərik. İsti cəryanların olduğu ərazidə buxarlanma çox olduğu üçün bu doğru cavabdır. 32. Adanı materikdən ayıran boğazlar keç olmur. Lamaş olar. Böyük Britaniyanı Avropadan ayırır. Tatar boğazı da Sakhalin adasını Asiyadan ayırır. 33. Dünya okeanına çay və ya kanal vasitəsilə çıxışı olan göllər. Xəzərdən çıxış var. Ontariodan çıxış var. Oneqadan çıxış var. Ladoqadan çıxış var. Digərləri duzlu göllərdir və hər hansı bir çıxışı yoxdur. Aral qətiyyən olmaz. Burada Eir olmaz. Titicaca dağ başında yerləşən göldür. Balxaş olmaz. Cenevrə olmaz. Eir olmaz. 34. Sakit Okeana aid olan dənizlər. Sakit Okean Sarqas Atlantik Okeanındır. Çukotişma Buzlu Okeanındır. Karib Atlantik Okeanındır. Barents Şimal Buzlu Okeanındır. Sarı və Ross dənizləri doğru cavabdır. 35. Su sərfi verilmiş qrafikə uyğun olan cavab. Bu su sərfindən görünən şey odur ki, yay aylarında, yəni 6-cı və 7-ci aylarda bu çayı daşıbdır. Yay aylarında daşan çaylar ya musson iqlimində olmalıdır, ya da buzlaqlarla qidalanmalıdır. Burada Amudərya buzlaqlarla, Mekongda musson iqlimində olan çaydır. 36. Cənub yarımkürəsində yerləşən və şirin sulu olan göl seçməliyik. Tanganika doğru cavab bu görünür. Çünki Lobnor olmur, Eir olmaz, Marakoy olmaz, Ladoga olmaz. Bəli, Tanganika Afrikada və Cənub yarımkürəsində yerləşir. 37-ci suala baxırıq. A nöqtəsində atmosfer təzyiqi 310 mm-dir zirvədə və kəsmə yüksəkliyi 1000 metr olası A və B nöqtə arasındakı temperatur fərqini tapın. Burada millimetrdə hər hansı bir hesablayacağımız iş yoxdur. İki qonşu horizontal arasındakı məsafə kəsmə yüksəkliyidir və burada bizim 2 kəsmə yüksəkliyimiz var. Kəsmə yüksəkliyi 1000 metr olduğu üçün 2 kəsmə yüksəklikdə bizə 2000 metr ilə 3000 metr arasını verir. Çünki A nöqtəsi növbəti horizontal çəkilmədiyinə görə A nöqtəsi 2000 ilə 3000-in arasında yerləşən hər hansı bir nöqtədir. Bu nöqtənin hündürlüyü tam dəqiq deyil. 2000 ilə 3000 arasındakı temperatura görə hesablasaq, 1000 metrdə 6 dərəcə artırsa, 2000 metrdə 12 dərəcə artmalıdır, 3000 metrdə 18 dərəcə artmalıdır. 12 ilə 18-in arasında olan, lakin bunların heç birisinin daxil olmadığı cavab seçə bilərik. E bəndi. 38. Müvafiq olaraq yayda, qışda, il boyu tropik hava kütləsi. Yayda tropik hava kütləsi subtropikə, qışda subekvatoriala, il boyu da özündə olur. Bizim üçün subtropik, subekvatorial və tropik cavabları B bəndində var. 39-a baxırıq. Müvafiq olaraq silsilələri qeyd edin. Burada yan silsilə, burada Murovdağ silsiləsi, burada Zəngəzur, burada da Dərələyəz silsiləsi var. Yan, Murovdağ, Dərələyəz, B bəndi doğru cavabdır. 40-a baxırıq. Deflyasiya nəticəsində yaranır. Deflyasiya səhralarda küləyin təsirindən yaranan relyef formaları falan seçə bilərik biz burada. Küləyin təsirindən səhrada olacaq relyef forması skarlasiklər ekserasiyadır. Bəli, Barxanlar və Şahid dağları seçə bilərik. Buradan şəlalə olmaz. Bunların heç birisi olmaz. Meandr olmaz. Kanyon olmaz. 41-ə baxırıq. Doğru olmayan ifadələri seçin, yəni yanlışları axtarmalıyıq. Ön Qafqaz tektonik çökməsi və Böyük Qafqaz tektonik qalxması eyni təbii vilayətin daxilindədir. Doğrudur. Kiçik Qafqaz tektonik qalxmasına aid olan bütün dağlıq ərazilərdə filiz faydalı qazlar yayılmışdır. Yanlış fikirdir. Taş dağlarında yoxdur. Orta Araz əyilmə zonasında qara metal xammalı hasil edilir. Xeyr. Dağlıq ərazidə qara metal xammalı çıxardılır. 4-də Kür dağı arası çökəklik zonasında arid dendrosiyon relyef formaları rast gəlinir. Doğrudur. Böyük Qafqaz tektonik qalxma zonasında sürüşmə prosesi aktiv göstərilir. Doğrudur. Bizə yanlışlar lazım idi. Yanlışlarda 2-3 olan B bəndi. Çayları 2 okean hövzəsinə aid olan materiklər. Burada 3 okean sahilində yerləşdiyi üçün, bu materik 4 okean sahilində yerləşdiyi üçün yaramır. Burada Hind və Atlantika töküləcək Afrikanın çayları, Sakit və Atlantika töküləcək Cənubi Amerikanın çayları, Sakit və Hindiya töküləcək Avstraliyanın çayları. 2, 3, 5 cavablarını götürə bilərik. 43-cü suala baxırıq. Gölləri rəqəmlərə uyğun düzün. Bu göllər yanaşı göllər görən kimi böyük ehtimal böyük göllərdir. Bəli, bu yuxarı göldür. Burada Michigandır, burada Hurondur, burada Erie'dir, burada da Ontario gölüdür.
1-ə Ontario verib, səhvdir. 2-yə yuxarı göl verib, səhvdir. 3-ə Michigan gölü verib, səhvdir. 4-ə Huron gölü veribdir. Ontario'da səhvdir. 5-ə Erie gölü verib. Bəli, 5 E variantı doğrudur. 44-ə baxırıq. Doğru olmayan fikri tapın. 22 dekabr tarixindən başlayaraq Bakıda gündüzün uzunluğu artır. Doğru fikirdir. 21 mart tarixində gecə gündüz növbələşir. Bəli. 22 gün tarixində Balakənə nisbətən Lənkəranda gecə daha uzun olur. Bəli, çünki Lənkəran cənubda yerləşir. Ona görə gecələr daha uzun olmalıdır. 22 gün tarixindən başlayaraq Bakıda gündüzlər artır yox, qısalmağa doğru gedir. Burada səhv cavab budur. 45. Səpələnən radiasiyanın üstün olduğu iqlim uşaqları. Biz bilirik ki, səpələnən radiasiya alçaq təzyiq olan ərazilərdə olur və ekvatorial və mülayim enliklər də alçaq təzyiqə düşür. 46-ya baxası olsaq, temperatur amplitudu çox olan ərazi. Burada yəqin ki, dəniz var və okean sahilindən ən uzaqda olan ərazidə temperatur amplitudu da çox olurdu. Burada biz E variantını seçə bilərik. 47-ci suala baxırıq. Noyabr ayının külək gününə görə yerinə hansı rəqəmi qoymaq olar? Biz bilirik ki, külək gününün ortasındakı boşluqda küləksiz günlərin sayını yazmalıyıq. Və bu nöqtələrin hər biri küləyin olduğu günləri göstərir. Biz ilk öncə külək günlərini sayıb, küləksiz günləri tapa bilərik. 1, 2, 3, 4, 5, 6. 6 nöqtəmiz burada var. 2 nöqtəmiz burada var. 6, 2, 8. 1 nöqtəmiz burada var. 9, 1, 2, 3, 4. 4 nöqtəmiz burada var. 13, 1, 2, 2 nöqtəmiz burada var. 13, 15. 1 nöqtəmiz burada var. 16, 1 nöqtəmiz burada var. 17, 1 nöqtəmiz də burada var. 18. Biz bilirik ki, noyabr ayı 30 gündən ibarətdir. 30 çıxılsın, 18 bizə 12 rəqəmini verəcək və ortada 12 rəqəmi qeyd edilməlidir. Birbaşa Xəzər dənizinə tökülən və qışda bol su olan çaylar. Bu çaylar cənub bölgəsinin, Lənkəran Astara bölgəsinin çayları olmalıdır. Olmaz, Astara olar, Təngərüd olar. D bəndi doğrudur. 49-da platformada yerləşən və çayları yayda bol su olan yayla. Platforma olmalıdır. Anadolu geosinklinaldır, İran geosinklinaldır. Meseta olmaz. Yayda bol sulu Orta Sibir olmaz. Bəli, dekan çünki burada musson rejimi var və musson olan çaylarda da yayda bol sulu olur. 50-yə baxırıq. Sərhəddə yerləşən coğrafi obyektlər Candar göl. Gürcüstanla sərhəddə, Mazımçay da Gürcüstanla sərhəddə yerləşir. Hər ikisi doğru cavabdır. Axmaz mənşəli göllər. Axmaz mənşəli göllər Azərbaycanda Kür çayı sahilində olan göllərdir. Kür çayı sahilində olan göllər Kürün axmazları, meandrlarında formalaşan göllərdir ki, Ağ göldən Sarı. 54-cü suala baxırıq. Çayın milli 1.5 metr bölünsün kilometrdir. Çayın mənbəyində atmosfer təzyiqi 460 mm, civə sütunu mənsəbində isə okean səviyyəsində yerləşir. Biz okean səviyyəsi deyəndə 760 mm nəzərdə tutmalıyıq. Çayın uzunluğunu tapmalıyıq. İlk öncə 760 çıxılsın, 460 aradakı təzyiq fərqini tapırıq və 300 mm olduğunu təyin edirik. 10 metrdə 1 millimetr atmosfer təzyiqi azalırdısa, x metrdə də 300 millimetr olmalıdır və buradan x bərabərdir 3000 metr alırıq. Cavab isə metri kilometrə bölüb 1,5 alıblar. Yəni 3000 bölünsün x bərabərdir 1,5, x də bərabərdir 2000. Çayın uzunluğu 2000 metr olur. Cavabı 2000 yazmalıyıq. 55. Qusar çayın hansı iqlim tiplərindən keçir? Hansı iqlim tiplərindən keçir? Yayı quraq keçən mülayim isti iqlim yerləşmir. Böyük Qafqaz dağlarının şimal-şərq yamacından söhbət gedir. Qışı quraq keçən mülayim isti iqlim yerləşmir. Bu da səhvdir. Yağıntıları bərabər paylanan mülayim isti iqlimdən keçir. 3 doğru cavabdır. Qışı quraq keçən soyuq iqlim doğru cavabdır. Qışın mülayim keçən yarımsahara quru çöl iqlimi doğru cavabdır. Bütün fəsillərdə bol yağıntılı soyuq. Xeyr, bu cənub hissəsində yerləşirdi. Bizim burada cavabımız 3, 4 və 5 olacaq. Okean səviyyəsindən yuxarıda yerləşən gölləri seçməliyik. Xəzər okean səviyyəsindən aşağıdadır. Tanqanika yuxarıda yerləşir. Sarısı aşağıdadır. Ağzıbirçalı aşağıdadır. Çünki bunlar Kürə ovalığında yerləşir. Ağzıbirçalı Xəzər dənizi sahilində yerləşir. Göygöl yuxarıda yerləşəcək. Onega yuxarıda yerləşəcək. Buna görə 2, 5 və 6 cavabları burada doğru cavabdır. 57-yə baxırıq. Uyğunluğu tapın. Əlican çay Kür çayına tökülür. Ona görə B yazaq. Gilan çay Naxçıvanda da Araz çayına tökülməlidir. Burada yox, burada səhv yazdıq. B yox. Burada A, burada B
Vilət çay Lənkərandadır, birbaşa Xəzər dənizinə töküləcək. C. Tərtər çay Kür çayına töküldüyü üçün D. Əlincə çayda Araza töküldüyü üçün E. Deməli, birinciyə C, ikinciyə A ilə D, üçüncüyə də B ilə E cavabları olar. Yox, neysə səhv yazdıq. Qarışdırdıq deyəsən burada. Təkrar bir daha baxaq. Birbaşa Xəzərə tökülən çaylar bir-bir gedək. Birinci, ikinci və üçüncü olaraq. Əlican çay Kür çayına tökülür. Ona görə 2-yə A yazmalıyıq. Gilan çay Araz çayına tökülür. 3-ə B yazmalıyıq. Vilət çay Xəzərə tökülür. Ona görə 1-ə C yazmalıyıq. Tərtər çay Kür çayına tökülür. 2-yə D yazmalıyıq. Əlincə çay Araz çayına tökülür. E yazmalıyıq. Bayaq da belə yazmışdıq desən, qarışdırdım. Cavabımız 1-ə C, 2-ciyə A, D, 3-cüyə də B, E olacaq. Situasiya baxırıq. 3 yarımkürədə yerləşən materikin çayları 2 okean hüzəsinə aiddir. Biz burada 3 yarımkürədə yerləşən materikləri düşünməliyik. Ya Antarktidadır, ya da Avrasiyadır, ya da ki Cənubi Amerikadır. Okean və materik havasının toqquşmasından formalaşan relyefinə görə qərb istiqamətə axan çaylar qısa və meyilli çox. Şərq istiqamətə axan çaylar isə uzundur. Burada artıq subduksiya prosesindən gedir və Ant dağlarından söhbət gedir. Məsələ Cənubi Amerikadır. Müvafiq olaraq materikdə ən hündür zirvə. Cənubi Amerikanın ən hündür zirvəsi. Birinci. Aconcagua. Aconcagua. Zirvəni istəyirdi. Hündürlüyü də 6960 metr kimi qeyd edə bilərsiniz. Ən hündür şəlalə. İkinci. Cənubi Amerikanın hündür şəlaləsi Anhel. Həm də dünyanın hündür şəlaləsidir. Və üçüncüdə ən hündürdə yerləşən göl Cənubi Amerikada və dünyanın hündür gölü Titicaca gölü burada yerləşir. 59. Materikin ən uzun çayı. Birinci. Cənubi Amerikanın uzun çayı Amazon. Aid olduğu okean. Amazon çayı Atlantik okeanına tökülür. Atlantik. Bol sulluk dövrü. Amazon çayı ekvatorda yerləşdiyi üçün il boyu bol suludur. İl boyu yazırıq burada da. 60-da. Materikdən şimala axan çay. Cənubi Amerikada şimala doğru axan çay Orinoco çayıdır. Orinoco. Və cənuba axan çay isə Parana çayıdır. Parana. Birinci Orinoco, ikinci isə Parana cavabları olacaq.